Şam ağacımı istədiyim kimi bəzəyə bilmək üçün üz tutdum sədərəyə. Bir çox mağazaları gəzdim, bir çox aksesuarlara baxdım. Bir tərəzi üçün bu əsl cəza idi. Amma nəticə etibarilə mən şam ağacı üçün aksesuarlarla deyil, məhz evin təmizliyi üçün lazım olan kimyəvi vasitələrlə döndüm. Sədərəkdən kimyəvi vasitələr aldığımı sözün düzü xatırlamıram. Bu bir ilk idi və hələ ki razıyam, çünki videoda çoxdan da alış-veriş etmişəm. Artıq bilirsiniz, çünki şam ağacım bəzənib, düzənib, bütün günü bizi feyziyab eləyir. Sadəcə zaman çatışmazlığından bu videonu da zamanında sizinlə paylaşa bilmədim. Amma indi paylaşıram ki, qabaqdan bayram tətilləri gəlir. Vaxtınız olanda gedib bir baş çəkib alış-veriş edəsiniz. Videoda gördüyünüz şüşə qablar və həmin qabların mərmər atlığını 2 il bundan öncə Trendyoldan sifariş etmişdim. Plastik qablarım isə illər bundan öncə aldığım qablardır. Demək olar ki, artıq mənimlə bir 10 ilə yaxındılar ki, bir ömür sürürlər. Bu videonu çəkdikcə üzümdəki mimikadan görürsünüz ki, düşünürəm, götür-qoy eləyirəm. Düşündüyüm əsas məqamlardan biri də Leylinin mənə dediyi bir ifadə oldu. Daha doğrusu gözündəki, üzündəki o sevinç ifadəsi oldu. Həftənin 4-cü və 5-ci günü mən məzuniyyət götürmüşdüm. Çünki həm evlə bağlı, həm başqa işlərlə bağlı işlərim var idi. Onları görməli idim. Leyligili məktəbdən gələndə qarşılayan mən oldum. Uzun müddətdən sonra ilk dəfə idi ki, uşaqlar öz açarları ilə qapını açıb evə daxil olmurdular. Yəni onlar qapını döyür, qapı açılanda isə işığı yanan, evdən yeməyi gələn isti bir evə uşaqlar daxil olurdu. Əslində bu hissləri çox gözəl başa düşürəm, çünki zamanında eynisini birə-bir özüm yaşamışam. Məktəbdən qayıdanda nənə bizdədir, artıq kənddən gəlib və hər gün bizi qarşılayacaq, isti yemək qoyacaq qarşımıza. Evin başqa bir aurası olurdu və Leyli bunu deyəndə eynən həmin illərə döndüm ki, mənim yaşadığımı hal-hazırda indi mənim övladım yaşayır. Bu mövzu əslində o qədər ciddi bir mövzudur ki, yəni 8 yaşlı bir uşaq əgər hisslərini bu qədər gözəl, rahat formada dilə gətirirsə, burada demək ki, düşünüləcək bir məqam var. Mənə görə qadınların həyatı bir neçə hissələrə bölünür. Ailə qurmamışdan öncə, qurduqdan sonra, ana olmamışdan öncə, ana olduqdan sonra. Saydığım bu 4 həyat yolunda bir ağacın fəsillər boyu dəyişdiyi kimi, bir qadının da fikirləri, düşüncələri, dünyaya baxış nöqtəsi də dəyişir. Və zamanla prioritetinin nə, kim, harda olacağını çox gözəl anlayır. Əslində mən uşaqlığıma dönüb baxanda görürəm ki, tam da sevgi içində böyümüşəm. İstər anam, istər atam, istər nənə tərəfindən, istərsə də baba tərəfindən hər birimiz ayrı-ayrılıqda sevilib, sevgi görmüşük. Açılan qapının arxasında yaşımızdan asılı olmayaraq hər birimizin gözlədiyi insan təbii ki, valideynidir. Və mənim övladlarım bugün bu istəyini rahatlıqla dilə gətirə bildikləri üçün çox sevinirəm. Çünki bunu bilən zaman mən onlarla necə daha produktiv, necə daha gözəl zaman keçirəcəyimin yollarını və üsullarını axtarıram. Əslində asan yolu var işdən çıxmaqda, amma bu zaman hər şey həll olunmur. Ona görə də xatirələr toplamaq üçün mənim onların doğru zamanda yanlarında olmağım lazımdır. Nəinki işdən çıxmağım.